Biz şəkil çəkdirdiyimiz müddətdə qaçıb gedib. Deməli Elnur bu Şuşa qalasının arxasında, tam bunun arxasında yaralanır. Mən oranı istəyirdim, görəm qayıtdım. Ayca, yenə də eləcə can atırdı ki, mən ora getmək istəyirəm. Ta yaralandığı gün buradan çıxıb. Yaşasın Azərbaycan. Şuşa azaddır. Şuşa gözəldir. Hayır. Deyək sizə ki, Elnur nitqini itirib, amma ürəyi, canımız, ciyərimizdir. Sağlamlığında ciddi problemlər var, amma bizim hərbiçimizdir. Valla mən Elnur'u hərbi bayını hospitaldan tanıyıram. Deyirdilər ki, 2. Polad Həşimovdur. Mən sənin üçün elə eşitmişdim. Evinin kredite girib Lənkəranda mı, Astarada mı? Hamam harada Daşkəsəndə. Daşkəsəndə. Görürsən, sən haqqında məlumatların var sənin. Yerləri çaşa bilərəm. Her şeyi özü tikirmiş, özü qururmuş, özü yaradırmış. Daşkəsəndə. Yəni deyirmiş ki, mənim əskərlərim kreditə pul götürüb öz cibinin puluna, yəni devlətə dəstək deyəkmi, heç kimdən heç nə tələb etmədən. Ürəyin yerinə düşdü mü? Mən sənə söz vermişdim. Çox sağ ol, Aynur. Sağ olun, var Bütün olun ki... analar dua eləyin, üzr istəyirəm. Elnur bundan sonra əməliyyata gedəcək. Elnur əməliyyata getdiyi üçün bugün gəlir. Çox sağ olun. Allah üstün olsun. Haqqımı bir miskal halalayın. Çünki sizin sağlamlığınız gedib. Sən halal eləmək olar, sən ürəksən. Sən elə o gəldi ki, o yaralandığı yeri gördü. Elə o ki, iri addımlarla ora getdi, onu iş addım aparmaq çətin olur. Mənə dəstək almadı, ağacları ilə getdi. Onu ki, gördü, vəssalam, məncə hər şey qaydasındır. Şükür Allah, inşallah əməliyyatdan da tezliklə yaxşılıqla çıxar. Amin. Allah özü dayaq olsun bütün qazilərimizə, şəhid analarımıza Allah özü dayaq olsun. Onların balalarına Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Valla sizin də qarşınızda nəzərətdir. Başka bir kucaklaşa. Benim kardeşim. Ben ona söz vermiştim. Hərbi bayanla hospitaldaki yadındadır. Sen geldin hiç yemeği de yemirdi. Yataktan durmurdu. Dedim sağal beni aparacaksan ora. Aynur gətirdi. Götürdüm hemen kardeşim getirdi seni. Sen de kurban. Çok sağ ol. Kimdə